Mənim xalam Sayandan gəlib, 2 gün bundan əvvəl ona demişdilər 7 mm daş gəlib böyrəkdə dayanmışdı. Sağ böyrəkdə böyrək blok olmuşdu. Kreatin 280-ə qədər qalxmışdı və xala ağır bir vəziyyətdə ürək bulanma, qusma, pis vəziyyətdə gəlmişdi. Bu günləri xalanın biz böyrəyində sineyi də burada yığdıq hətta və böyrəyindən düşən daşı da biz çıxartdıq. Bax bu daşı da gətirdi. Bunu çox vaxt deyirlər ki, daş deyil. Xala nədir bu? Bu daşdır, həmən 7 mm-lik daşdır. Baxın, deyirsiniz daş deyil, deyir toxumdur. Bəzən belə deyirlər, toxumdur, belə şey yazırlar. Bax bu daşdır. Baxın, heç əzə də bilmirəm. Daşdır. Bax bu xalanı xilas elədik. Əməliyyatdan qurtardıq. Amma mən üzümü tuturam o həkimə ki, 280 kreatinlə əcaba bunu necə əməliyyat eləyəcəkdir? 280 kreatinin qan zəhərlənir. İnsan gedir, təzyiq düşüb 80-in 40-a. Silik turşusu qalxıb, silik şöfəri qalxıb, qalıq azot qalxıb. Yəni belə olmaz. Odur ki, özümüzlə fəxr edirik. Allaha böyük şükürlər edirəm ki, məni sizin yanınızda üzqarı eləmədi. Bakı şəhərində özəl klinikaya getdim, amma orada dərdimi araşdıra bilmədilər, dəqiqləşdirə bilmədilər. Mən oradan Xoşbəxt xanımın yanına gəldim. O məni bu daşlarımı əməliyyatsız, cərrahi əməliyyatsız, yatsız daşımı salaraq, mənim zəhərlənmiş qanımı yuvaraq, məni azad, gözəl günlərə çıxartdı. Allah onun köməyi olsun, onun əllərindən öpürəm.